Salam uşaqlar, bugün cimlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Uşaqlar, bugün yeni mövzumuzdur. Составление рассказа по картинкам 9 класс. Рассмотрите картинки и составьте рассказ не менее 35 slov. Yəni minimum 35 söz olmalıdır və şəkillərə görə hekayə tərtib etməkdir. Uşaqlar, əlbəttə ki, burada çətinlik çəkirsiniz, ona söz yoxdur. Yəni Azərbaycan sektoru olaraq əlbəttə ki, çətindir. Amma məsələn, şəkillərə görə bir hekayə yazmaq üçün onu siz əlbəttə ki, Azərbaycan dilində edə bilərsiniz. Sonra sadə cümlələrlə deməli rus dilinə tərcümə edə bilərsiniz. Məsələn, belə bir planla da yaza bilərsiniz. Məsələn, baş qəhrəman kimdir də burada məsələn. Ondan sonra hansı gündür bu? Məsələn, ad günüdürmü, yoxsa istirahət günüdürmü? Hadisə harda baş verir? Məsələn, sonra qəhrəman nə etməyə qərar verir? O proses necə başlayır, necə bitir və ya sonluğu yazırsınız. Məsələn, orada həmi adları və detalları məsələn yaza bilərsiniz. Qəhrəmanı məsələn ad verə bilərsiniz. Məsələn, havanı təsvir edə bilərsiniz. Günəşli, isti, məsələn, əşyaları ya da məsələn ağacları da belə təbiəti, yaşıl məsələn palma, ağ bulud məsələn o şəkildə təsvir edirsiniz. Ondan sonra emosional belə deyək də məsləhətlər belə deyək də mətndə olmalıdır. Məsələn, qəhrəmanın nə hiss etdiyi məsələn təsvir edirsiniz. Sevinç, həyəcan, məsələn qorxu, kədər. Bax bu şəkildə deməli siz o şəkildə deməli hekayə tərtib edə bilərsiniz. Gəlin indi həmişə kimi birinci bax bu şəkillərə görə Cimin öz yazdığını göstərirəm. Ondan sonra mən də tam yəni strukturu dəyişərək sözün onları o mətni mən necə mən görürəm o şəkildə yazaram da bax bu şəkildə. Yəni nümunədir də uşaqlar. Yəni burada mən göstərirəm ki, necə yaza bilərsiniz, amma keçən ildə 2023-cü Cimində də mən o şəkildə paylaşdım sizinlə həm Cimin öz cavabı bu şəkillərə görə və sonra özüm yazdığım. Например, мама с сыном хотели отдохнуть на природе, ana və bala təbiətdə dincəlmək istəyirdilər. Они решили погулять в парке. Onlar parkda gəzməyə qərar verdilər. Mama и Vahid пошли в кухню. Ana və Vahid mətbəxə keçdilər. Они stali вместе готовить все для прогулки. Onlar gəzinti üçün hər şeyi birlikdə hazırlamağa başladılar. Mama собрала фрукты и взяла воду. Ana deməli meyvə götürdü və su. Vahid bыстро приготовил вкусные бутерброды. Vahid də deyir ki, tez bir zamanda dadlı buterbrodlar hazırladı. Потом mama и ее сын поехали в парк. Sonra da anası və oğlu parka getdi. Там они сели отдыхать под деревом. Və orada deyir onlar ağacın altında əyləşib dincəldilər. Və indi yəni mənim yazdığım ayrı-ayrı göstərirəm sizə. Mama с сыном решили отдохнуть на природе и отправились на прогулку в парк. Ana və oğul təbiətdə dincəlməyə qərar verdilər və parka gəzintiyə çıxdılar. Перед выходом они зашли на кухню, чтобы подготовить все необходимое. Evdən çıxmazdan əvvəl lazım hər şeyi hazırlamaq üçün mətbəxə keçdilər. Mama взяла с собой фрукты и воду, а Саша bыстро сделал вкусные бутерброды. Ana özü ilə meyvə və su götürdü. Sasha isə tez bir zamanda dadlı бутербродlar düzəltdi. После этого они отправились в парк, где нашли уютное место под деревом и устроились там на отдых. Bundan sonra da onlar parka yollandılar. Orada ağacın altında rahat bir yer tapıb dincəlmək üçün əyləşdilər. Bax bu şəkildə də yaza bilən. Yəni bir də deyirəm, nümunə yazmışam. Siz də bu iki mətndən də yəni seçib yaza bilərsiniz. Məsələn, bu şəkil düşürsə sizə o şəkildə, yəni buradan da götürə bilərsiniz və buradan da. Yəni problem yoxdur. Belə uşaqlar, sağ olun, görüşərik.